Gəncədə 23 yaşlı gənc bıçaqlanıb. Hadisə şəhərin 4-cü mikrorayon yaşayış massivində qeydə alınıb. Belə ki, şəhər sakini 2002-ci il təvəllüdlü Nəsib Rüstəmov Boğaz nahiyəsinin kəsilmiş deşilmiş bıçaq yarası ilə Gəncə şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhət adına xəstəxananın təcili yardım şöbəsinə yerləşdirilib. Dərhal gənc oğlan əməliyyat edilib. 6 aprel 2025-ci il tarixində saat 05 radələrində 2002-ci il təvəllüdlü şəxs Gəncə şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhət adına xəstəxananın təcili yardım şöbəsinə qospitalizasiya olunubdur. Boynun sol ön nahiyəsinin kəsilmiş, deşilmiş yarası, qırtlağın zədələnməsi və travmatik şok diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda müalicənin reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir. Araşdırma zamanı məlum olub ki, 23 yaşlı Nəsib Rüstəmovu tanışı 24 yaşlı Elmin Aşurov aralarında baş verən mübahisə zamanı bıçaqlayıb. Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini 24 yaşlı Elmin Aşurov saxlanılaraq istintaqa təhvil verilib. Hazırda müvafiq ekspertiza təyin olunub. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Məlumata görə Boğaz nahiyəsindən bıçaq xəsarəti alan Nəsib Rüstəmov əvvəlcə hadisəni törədən şəxsə balta ilə hücum edib. Sonda xəsarət alan şəxs Elmin Aşurov tərəfindən bıçaqlanıb. Hər iki şəxsin qonşu olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.